Lənət olsun ki, insanlar müəyyən bir yaşda səhvlər eləyirlər. Kimisi sevir, ailə qurur. Qarşındakı insanın ona layiq olduğunu görə bilmir. Çünki sevginin gözü kordur. Kimisi məni kimi görücü üsulu ilə ailə qurur. Məni kimi. Kimisi acığa ərə gedir, sevgilisinə vermirlər, sevdiyi oğlana vermirlər, acığa ərə gedir. Hərə bir cür ailə qurur. Nəysə, qısacası. Biz onu görə bilmirik. Zamanla görürük ki, bu bizə layiq deyil. Onun özü də bunu hiss elədiyi üçün bizim yanımızda, indi biz prinsessayıq axı. Prinsessayın yanında qurbağa duranda nə gündə olar? Poxlu qurbağa. Duranda təbii ki, özün alçalmış hiss eləyəcək. O istəyir özü prins eləsin. Sən də istəyirsən qaldırasan ki, ay qurbağa, ol prins. Öpdün, elədin prins. Qurbağanı kral elədim. Bacı qurban olsun sizə. Axı bu qurbağadır bacı. Bunun dədəsidir, anasıdır, nəslidir, köküdür, əcdadıdır. Soyu qurbağadır bunun. Qurbağa harda olur? Gölün kənarında olur. Düzdürmü? Gözəl bacım. Gölün kənarında nə qarır qurbağa? Poxlu milçək yeyir. Poxa qonan milçək yeyir. Qurbağa öz adətindən qalmır, dönür o poxlu gölün qırağına. Gedir o poxlu gölə, milçək yeməyə bacı. Onun günahkarı biz deyilik ki, həyatım. O günahkarı bizik qızlar. Hə? Bizik. Biz neyinirik ki, onlar qurbağa milçək yeyir? Hə. Bəli, ya da. Ailə qururlar, bax burasını da deyim də, ya da ailə qururlar, kişi ilə qadın sevib ailə quruq deyək. Dəricəsinə sevib, bir-birinə aşıq olub ailə qurublar. Diqqətdən qulaq asın. Bir müddət sonra, axı onlar heç vaxt bir evdə qalmayıblar, bacı qurbanım. Şey deyil ki, nədir ona da, nar deyil ki, bir dənə alıb yoxlasın, 1 kilo almasın. Düzdürmü? Açılmayan bir şeydir. Alır, gətirir, zamanla xəsiyyətlərini bilirlər. Görür ki, yox, bu bunluq deyil, gedir başqasını sevir və kişi gedir. İndi sırtıq olsan, padoş olsan, ləhçər olsan, bu üzvə tüpürsələr, bu üzvü çöndərsən, dili qoyursan, dinməz yervə oturursan, yapışırsan ondan əl çəkmirsən. Hə, düzdür, burada valideynlərin məcburiyyəti də var. Ata, ana, oğlan atası, anası ağzına pox qoyur oğlanın. Hə, ondan sonra oğlan da əlatsızlıqdan, nə bilim, maşınla alladır, o balaca uşaqlar olur. Hə, bu maşını alacam, o maşını verəcəm, bunu eləyəcəm, onu eləyəcəm, belə eləyəcəm, elə eləyəcəm. Uşağın başını necə alırlar? Qaqqa verəcəm, soska verəcəm, sasulka verəcəm. O da aldanır, təzlənən qayıdır arvadın yanı. Ya da elə olur, bacı. 2 cür olur. Bunun başqa cürü yoxdur. 3-cü cürünü tanıyırsınızsa, deyim, mən bilmirəm. O heç, o atalarımız deyib axı. Atalarımız deyib ki, Allahım, nə deyirlər? Atalarımız deyib ki, mənə poxlu şey ver. Bəxti ver. Ay yenə qurban, və gözəl. O yenə qurban ol. Qurban olum sizə. Qurban olum bunlara, buna bax. Ay Allah. Biri yazıb ki, Muradik, bax, mən səni blok eləyərdim. 2-3 nəfər görəcəkdim, amma blok eləmirəm səni. Yox, bura görsənmir. Yox da görsənmir. Hə, qızlar. Yazıb kişi ilə səni gördüm, o günlərin bir kişi ilə ailə qurmuşsan. Muradik, harda gördüm məni kişi ilə? Bacı qurban olsun. Bəlkə mən bilmirəm. Nə bilim, ruhum gedib görüşüb o kişi ilə. Harda gördün? Bax, blok eləməmişəm. Nə olar, mənə cavab ver də, başıva dönərəm. Harda gördün kişi ilə? Bir dənə dey hələ, qurban sənə. Qoy görüm hələ. Qoy desin də, bax, blok eləməmişəm, and ola Allaha. Ay Muradik, harda gördün, başa dönüm. Ola bilər, insanıqdan, ha? De görüm hələ. Aslı dedin, ha?
Stolun üstünü indi yedim də, ay bacı. Sənin stolumun üstünə nə işin var? Ay bacı, niyə demirsən? Harda gördüm? Andol Allah'a səni blok eləməmişəm, tövbə. Harda gördüm? Özümə də maraqlı gəldi. Bəlkə ikizim zadım var. Az Qurana blok eləməmişəm, tövbə. Özüm oxudum ya onun. Bir de burada da heç nə blok olunub, nə özü məni izləyir. Ay bacı, sənə qurban olaram, harda gördün, cavab verdin, ürəyim çəkildi axı. Cavab verməyəcək. Az harda gördün, nətər kişiydi, xəyallarımın erkeğiydi mi, nə idi? Yenə bu kişi kəlməsini gətdilər gündəmə. Az da cavab verdin, ürəyin çəkilsin. Sözü deyirlər, gedirlər. Gedib bacı, mənim başım çıxmır. Çıxıb o buradan. Bir qələt də elədi, keç günahından. Kişilər xəyanət etməməsi üçün onların sortunda var bacı. Onlar eləyirlər. Muradik hey cavab verdə. Matı mutu quruyub, Allah'ı. Yəni kişilərin var da bacı qurban, xislətində var olan xəyanət etmək. Çopa basırdı, ona görə cavab vermir. Ya deyirəm, birdən mənim xəbərim olmaz, ruhum zadım gedib görüşər eləyir. Köpək oğlunun ruhu çıraram sənə. Həsrətlə neçə vaxtı gözləyirəm. 9 aydır, 10-cu aya keçib. Poxviyə otur yerində. Birinci cismim görsənəcək mənim. Ruhsan ruh yerində qal. İtə yubqa geyindirsən, kişilər tamas alacaq. Hamısını deməyək də. Hə? Hamısını deməyək. Yaxşılar da var. Allah yaxşılarını canı sağ eləsin. Hamısını deməyək. Ay Allah. Biraz başımı bu tərəfə eləyim. İndi öz aramızda da, yəni deyəndə, deyir imam üçün ağlayanda, biraz da Yezid üçün ağlayırıq. Yəni hamısını nəzərdə tutub demirik, tamam mı? Buradayım deyir, oxumursan yazdığımı, neyiniyim? Allah'ımıza and olsun kızlar. Siz Allah'ınız. Bu Muradik nəsə yazdı. Siz Allah'ınız. Bu Muradik nəsə yazdı. Yox. And ol Allah'a yazmamışsan bacı. Ayvüsü ərinlə heç qarşılaşmışsınız. Ərimlə qarşılaşmamışam, yox. Qarşılaşmamışam. Crescent Moda. Crescent Moda. Artist. Crescent Moda. Crescent Moda indiyənə qədər cəmi bircə dəfə getmişim. O da Aygül, sevgilisi mən. Ömrümdə, yox 2 dəfə getmişəm. Bir dəfə kofe içməyə getmişdim. Ömrümdə 2 dəfə Crescent Moda getmişəm. Neçə ildə açılıb. Muradik yazıb da səni kişiyə görüb. Gör nəyi soruşurlar, ərinlə qabaqlaşmısan. Nə deyir, ərinlə, yəni qarşılaşmısan ərinlə. Yox bacı. Saçım qaynaqda sabah söktürürəm. Sabah söküləcək saçlarım. Buradan da saçım. Görmüsünüz. Bu nədir o saçımda? Hə. Deyin görüm. Qaşlarım. Hə, qaşlarım. Az deyən görüm mənim saçlarım, hani öz saçlarım. Eləcik qılıdır ki, bacı. Saçımı sökəndə depresiya girəm. Deyil. Var, böyük bədən penjama var. Yaxşı anam qurban. Sən necəsən? Sən nə istəyirəm? Marojna. Peki düşüb olasa. Sən nə istəyirsən? Yoxdur marojna. Vallahi yoxdur.
Yaxşı onda sabah özüm alaram. İyi, dalırsan. Alaram deyib yoxsa özüm alaram. Öldürdün mü işte? Heç də sabah alaram, heç də olmaz. 100%. Hə, 100%. Milyon%. Valla milyon faiz. Ne istemişsin? Hə? Yox, bir dənə mənə görə nə düşürsən, sən istəmirsən. Hə? Yox, yox, bir dənə marajına görə nədir? Nə alaq onda, kilo ilə yoxsa dənə-dənə? Dönün oldu. Ben istemiyorum. Biz nasıl bir gün benim yemeği istemedi. Şimdi açlık olmasın diye yedim. Götürdüm hamısını. Mecburam değil. Özgə vaxt yeməkdə avaz eləyirsən məndən. Götürdüm. Amma mən bildim sən niyə yeməmisən. Nə? Ay yox, sən özü ət elədin, yedin də o. Et de yedim, yumurta da yedim, makaron da yedim. Bir an makaron da yedim, salat da yedim. Ha. Ben aç değildim. Yani Nəsə belə lazım qeyri-adi bir şey istəyirsən, hə? Adamda olur ya, o nəsə belə var. olabilir, belki olabilir. Şu yumurta yemekten sıkılmışım. Yemədə yumurta, sən kimdir yumurta, sasika var orada. Kalbas. Yumurta olsun. Protein. Neyse. Banan ye. Protein var mı? Sen her sene. Bananın içində protein yoxdur. İstəyirsiniz aparım Simayın yanına indi. Yok ama yemişim. Yemişsən, hə, orada qəşəng şeylər var. 5 tane yumurta yedim. Kıyma Krevetka zakaz vermişəm Simaya. Hayır. Hə, 1 kilo. Neçə krevetka? Hə, okyan. Onu da yedim. Ya belki onu da düzelerim sana. Tamam neyse düşün oldu. Ne yapayım dedim. Belə düşürsən, hə? İkili düşün. İnşallah. Ne yapayım? Marojna. Nasıl oldu? Hə? Nasıl oldu? Sənin sevgilin yoxdur, yox. Deməlim sevgilim. Və Alındı. mən nə yeyirəm? Aşırı kız. Şokolat ne ister? Şokoladda. Mənə bax, plan 1-in şokoladlısı varsa onu alarsan. Kilo ilə. 1 kilo. Pul Yok mu? get şeydən. Şkafda. Kaşokum var mənim. Tamam ben de yapabilirim. Sen yapsın. Şkafda ver mənə. Şkafda kaşokum var. Kaşokunun içində 20 manat ona ver. Niye ki? Marojna almağa gedir. Necə niyə ki? Sənin nə var? Öyle verdim sağ ol. Görürsen bu. Zodan. Yoxumdur. Salam. Günellə danışıram, niyə danışmıram? Az anan qurban. Sən niyə yemək qabına girmirsən? Hə, qurban olum. Sən də dağını yiyim ağacı. Onlara bax. Denən ki, birazdan məni sahiblənərsiz. Denən dana. Çox sağ ol bacı qurban. Allah bütün balaları qorusun. Az ölürəm də bu pişiklərdən ötürü. Az. Allahımıza and olsun. Allah içmə, heyvanlara qarşı o qədər gözəl sevgi salıb ki. Yəni mən bunlardan doymuram da bacı. Yəni siz bilsəz ki, o pişiklər mənim evimi ne də çoxdular da, cırıq-cırıq eləyir da. Neçə dəfə mebel dəyişmişəm özünüzün gözünüzün qabağında. Mən bunlardan gecə bilmirəm də. Tamam detallarda şkafta neyin içinde? Aşkım boy güzgüsü var. Onun yanındakı şkafı birinci gözlə ən arxadakı kaşlokdadır. Get kaşlokumu gətir karişli rəngdə. Can, çox sağ ol ürəyim. Ölürəm bunlardan ötürü. Quranın adına and olsun. Əcəmidə. Bay Səfərovada. Quran haqqı. Ölürəm. Elə biləm mən doğmuşam bunları. Allah haqqı o qədər çox sevirəm. Şişə qurban olmuş. Qurban olmuş. Ya o dərəcədə sevirəm də. Ay Fidan. Fidan. İndi gözləyim mənim bir dənə qızım var. O niyə takşı? Doğrudan deyirəm də. Sima niyə gəlmir? Ay Allah, Simka bizə niyə gəlmirsən? Valla sən oxşuyur.
Fidan. Hə, yaxşı. Pul qazanmaq istəyirsən? Hə, yaxşı. Hə, qızlar, baxın. Nə neçədir aşkım? Niyə doğrudan? Doğrudan. Hə, Allah canınızı sağ eləsin, cibinizi dolu eləsin, ay bacı. Pişiklərimin ömrü uzun olsun, tükləri qədər. Pişiyi satmıram mən. Bir həftə sonra sahibləndirəcəm, pulsuz. Yazdığımı oxuyun. Turan, çox sağ ol Turan abi, təşəkkür edirəm. Yazdığın düşməyib. Leyla xanım çox sağ ol Rəyim. Turan abi çox sağ ol. Ne güzeldi. O çok güzeldi burger. Kulağın zaten yemek istiyorum. Arada bunu dişlemek istiyorum. Asel obirleri var. Ne güzeldi ki. Getirin bakırsınız. Aşkım bunun atası cinsdir. Bakın kulağı eğilib. Atası cinsdir. Anası da tükülü pişiydi. Bak görürsünüz bu obri pişiklərdən fərqlidir. Çox tükülüdür bu. Anası çox tükülü pişiydi. Atasının da kulağı eğridi. Bakın kulaklarına bakın. Gördünüz? Bunlardan gör necədir. Kulağı eğri pişiydi. Bak. Baba kulağı aşağı baxır. Atası kulağı eğridi, anası da tükülü pişiydi. Anan qurban. Oğlum hamısından yaşlı. Kızım dolça bürcüdür. Anan qurban. Hə. Hə. Bayzam anan qurban. Yox aşkım sən öl. Bu saçın içindən çəkib də. Anan qurban səndən bir şey xahiş edəsəm eləyərsən. Oradaki bu balaca pişiklərin hamısını gətirə bura nə olar? Gətir. Sil oranı. Oranı sil. Gözləyin. Şimdi kurban olum, şimdi kurban olum. Ateş. Ay kızlar konternede görseydim. Bulamadım. Acını kupon ol. Ne bakın. Oy ne. Bunlara bakın ekizdiler bak. Baba bak. Ne geçti dokuyu geldi aslında. Kucağıma almışlar bana. Ay ya kurban ol. Kurban oğlum seni kurban oğlum kurban. Ay seni kurban oğlum. Çok iyi daha. Bunu. Ay seni kurban olarım ay. Bunu çöreğin arasına koyup sen yiyeceğim. Az bunun bak. Az bunun bakışına bakın siz az. Ayşe bu ne bakmaktaş? İğrenç sen özünsən. Bir dənə dənizi blok elədən olar. İnci mətbəxi başıma dönərəm. Adın qoyub olan buna. Sahibləndirirəm. Pulla deyil. Pulsuzdur. Amma indi yox. Bir həftəyə. Ay sağ ol bacı qurban. Kim ki iğrenç yazır onu promoy blok elə. İğrenç özləridir. Çok güzel. Bunu kurban olurum. Şöyle ayıbına kurban olurum. Bu bakışına bak. Buna bak. Aşağıya kurban olurum. Ay. Gel buraya. Gel buraya. Otur burada aşkım. Otur. Mama kurban otur. Ay kurban olurum şöyle. Az buraya gel. Kan çıkarı gitti. Az sen makaron yiyersen gedib indi makaronun üstüne girmişsən. Kızlar pişiyi sahibləndirirəm. Az buraya gel. Makaron yiyir. Makaron
makaron yer, salfetka ilə də silir ağzın. Gördünüz? Mənim pişiklər, mədəni pişiklərdir. Az qalacaqlar da, bunlara bax, gönlü güzeldir. Siz evdə belə pişikləriniz var, baba, gönlü güzeldir. Asara gedirsən. Ay Vüsalə xanım, aycan. Lənkərandayam. Qızlar, bir həftəyə sahibləndirəcəm bax bu pişikləri. Bir həftəyə, bircə həftəyə. Az bura gəl, qancıq, bura gəl, it qız, it. Qulaqlarına baxın qızlar, əyilib aşağı. Tamam, bir həftəyə qızlar, bir həftəyə kim istəyir yazar. Uşaqlı evə vermirəm, həyət evinə pişik vermirəm. Uşaqlı evə vermirəm, həyət evinə pişik vermirəm. Uşaqlı evə vermirəm, həyət evinə yox, sahibləndiririm, pulsuz. Tamam aşkım. Az getməyin də, getməyin. Sahiblendirilir aşkım. Ay öyle kurban olmaz. Az gel sen makaronun. Makaron tadı da. Bakın kızlar, kulakları aşağıda, görürsünüz. Atasının çünkü kulağı eğridir. Atası kulağı eğri kişidir. Ay buna bak, buna bak. Bu ne hokkada az verirsen. Bu ne hokkada az verirsen. Ay yo hələ yox aşkım, bir həftəyə verəcəm, bir həftəyə, indi yox. Az bu nə qadas verirsən, dalığı qabağı oynadı az. Hə? Bu nə viddas, bu nə fasondas? Az atası ölsün demə elə. Elə demə az. Az bura gəl, yıxılarsan. Az bura gəl, yıxılarsan. Qurban olum sənə. Sənə qurban olum. Şimdi bunlar bilsiz kimdir bacı? Lili'nin uşaqları. Lili ilə Britney var, qulağı əyri, onun uşaqları. Lili'nin bilirsiniz də tüklü var, tüklü. Görmürsünüz, bunlar tüklü pişikdir. Baxın, sortları tüklüdür. Az bura gəl. Yıxılıb öləcəksən indi. Uşaqlı evə vermirəm. Uşaqlı evə vermirəm. Pişiklərdən ötürü həyətdə bilirsiniz nə qədər kişi ilə dalaşmışam. Özdə arvadları başa düşdüm. Kişilər utanmaz qarınların qabağa verə-verə kameraya çəkir uşaqların. Pişiyin qulağından belə tutub dartır, belə eləyir. Ataları da kameraya çəkir. Bilirsiniz nə qədər adam onda. Bunun gözəlliyinə baxın. Buna qalxan əllər qırılsın. Ay, qancıq düşdün yerə, ha? Instagramda bir dənə video paylaşmışam. Allah razı olsun, bir dənə qardaş paylaşıb. Həmin videonu mən də resept edib paylaşmışam. Götürüb pişiyin gözü ilə ağzın super kleylə yapışdırıblar. Balaca pişiyi, bax bundan biraz böyük pişiyi. Bu pişiydən biraz böyük pişiyi götürüb ağzını girib baxarsınız Instagramda. Super kleylə yapışdırıblar qızlar. Super kleylə. Hə, pişik öldü. Nə bilim, Allaha qurban olum. Allah görürsə inşallah cəzasını verər. Düşürsünüz? Düşün. Düşün gedin. Sağ olun. İstəmirlər sizi. Asara getdin. Az. Ay qancıq, hara getdin? Gəl görüm. Qızlar, qoyun bir dənə bunları qoyum anaların yanına. Gəlin görüm, gəlin. Başımın bəlaları, gəlin. Gedin. Az ayağı qaldı. Ayağı qaldı şeyin altında. Nədir onun adı? Allah kişinin belası. Az kişi eləməyib, aşkım. Kişi çəkib paylaşıb ki, görün pişikləri nə günə qoyurlar. Kişi çəkib paylaşıb
pişiyi. Gedib ağzını şey eləyib su töküb ki dodağı açılsın. Dodağı açılıb amma pişik öldü. Gözün bir də ağzın bacı. Kilo ilə niyə olmadın onun qurban? Tapmadım, ancaq bayaq yedim, mən deyirəm ki, sən şokolad qoşdursun. Hə. Ən çox xoşladığım marojna budur qızlar. İndi pişik girəcək içəri, stolun üstündə yeməklər var. Tez ol, tez ol. Izdakçı qoyarsan bizim otağa. Hə, kley gözün yandırıb. İnşallah tutar Mika xanım. İnşallah, inşallah, inşallah. Az kişi özü eləməyib aşkım. Kişi çəkib paylaşıb ki, görün necə mundar insanlar var. O vaxtı, qız vaxtı, mən pişik saxlayırdım. 6 dənə pişiyim var idi. İnstituta gedirdim. Kəsirim var idi. Fəlsəfə dərsindən kəsirim var idi. Tezdən durdum. Bilmədim necə oldusa, pişiklərim də təzə olmuşdu. Ad günümə 10 gün qalmış pişiyim doğdu mənim. 6 dənə balası oldu. Martın 19-u. Yox, əstəğfurullah, Martın 16-sı doğdu pişiyim. 6 dənə balası oldu. Nəysə, balalar çıqqı idi. Mən də tezdən durdum. Bilmədim necə oldusa, ayağımın altında qaldı, bir pişiyim öldü. Bağırsağı ağzından çıxdı. Nətər oldusa bilmirəm. Amma bilmədən oldu da. Ayağımın altında qaldı. Pişik, bildiyiniz bağırsaq ağzından çıxdı. Balaca pişikdi, çıqqılı pişikdi. Oturdum pişiyin qabağında, o qədər ağladım, o qədər ağladım. Dedim, ay Allah, məni bədbaxt eləyəcəksən. Ay Allah, mən bədbaxt olacam. Ay Allah, mən bədbaxt. Nə qədər ağladım. Mamam dedi, az dur, gicləmə, dur, get. Uşaq idim də onda. Hələ mən bilə-bilə eləməmişdim də, onu bilə-bilə eləməmişdim. Bilmədən olmuşdu, amma mənim səhlənkarlığım ucbatından olmuşdu da. Və görürsünüz, mənim ailəm dağıldı, yəni tək qaldım. Nə bilim, qurban Allaha, elə fikirləşirəm. Bəzən deyirəm ki, bəlkə də o pişiyin ahı mənə tutub da. Yəni, amma bilməyə olub da. Qız vaxtından mən pişiklər saxlayıram. 7 dənə pişiyim var idi. Anasını saxlayırdım. Anası doğdu. Oldu 6 dənə də elə. Oldu 7 dənə pişiyim. Amma bilmədən olmuşdu da, bilmədən. Amma bilmədən də olsa, yəni qurban olma Allaha. Yenə də tutur. Deyirlər, pişiyin balalarına diri bastırıb, onun qızı kör olub. Allah kömək olsun, ay bacı. Diri bastırmaq nə deməkdir, ay qız? Bu yaz, pişiyi diri-diri nətər bastırasan az. Gold Baku'dan.
Bizdən böyüklər deyir ki, atası o vaxt elə olub. Ay Allah. Ay birisi ayca. Tez tutur. Amma mən pişikləri çox sevirəm. O vaxtımdan elə. Əgər, nə bilim, Allaha qurban olum. Elə şey varsa, onda yəqin ki, haqq da var da, düzdür? Haqq da var da, düzdür? Hı? Yox, o yox. Məsəl üçün, birinə o qədər yaxşılıq eləyirik ki, amma o cındır çıxır, səviyyəsiz çıxır. Yəni, məsələn, mənim 2-3 nəfər var ki, haqqımı halal eləmirəm o insanlara. Haqqım da var üstədə. Maruzna. Üska, sən Allaha bırax, o özü görür. Zaten bıraxmışam aşkım, Mika xanım, qurban sənə. Zaten bıraxmışam. Ay qız, mən düşmənçilik eləmirəm ki, heç kimdən. Şəxsən mən özümə heç kimi düşmən görmürəm. Heç kimlə işim yoxdur. Sadəcə olaraq bəzi insanların üstündə, o da hansı ki bir vaxtlar inanıb, dəyər verdiyim, canımdan çox sevdiyim insanlar var ki, onlara haqqımı halal eləmirəm. Всё, heç qarqış da eləmirəm. Heyvanların üstünə verir. Qaşlarımı naz etmişəm. Qosların həmişə birinci ailəsi dağılır. Nə bilim, aşkım, bilməm, yalan deyərəm ki. Sonra mandalina idi, qız, marujna. Bilmirəm ki onu. Var burada qospirci olan. Görə statistikaya görə elədir. Çox sağ ol, ürəyim. Mən də sizə. Hə, marajın aşkım. Mən qospir. Yox, var elə şey, doğrudan da doğruluq payı var elə şey. Nə bilim. Yalandı görsəm. Bəlkə də bir çox adamda olub ona görə. Ailə dağılmağın bizimlə əlaqəsi yoxdur. Çox sağ ol həyatım, mən də sizi çox istəyirəm.
Düşünmür, ailə dağılmanın bürclə əlaqəsi yoxdur. Mən elə düşünürəm ki, bürclə əlaqəsi yoxdur. Bürcün nə dəxlisi var, Prosto qızlar, biz əslində günah həyatımıza aldığımız insanla bağlı deyil. Əslində həyat yoldaşımızda heç bir günah yoxdur. Sevdiyimizdə, həyatımıza saldığımız insanda əslində heç bir günah yoxdur. Günah bizim özümüzdədir. Nəyə görə özümüzdədir? Çünki biz çox sevirik. Çox. Yəni adicə sudur. Suyu çox içəndə o zərər verir. Çox sevgi çox zərər verir. Gərək biz çox sevməyək. Fevral ayında olan insanlar əsasən 2 dəfə ailə qurur. Onu bilmirəm. Balıqla qoç tutmur ki, mən də qoçam, yoldaşım balığı idi. Tutmadıq biz. Alınmadı bizdə. Hə, o düzdür. Qoç bürcü boşanmaqdan qorxmalıdır. Düzdür. Onu düz deyirsən. Mən də horoskop kitabını oxumuşam, orada var o. Balıq bürcünün kişiləri kresadır. Elə qadınları da elədir, kapeşnik olur. Niyə qorxmalıdır? Çünki dillərinə tit demirlər ona görə. Baz, gəlin boynumuzu alaq da, biz özümüzdə axı hayasızıq. Gəlin də boynumuzu alaq. Biz qoç qadınları çox hayasızıq. İğrənəm səndən. Canlımda nə? Hə? Ağzımı açırlar ya Allah. Normal oturub söhbət edirəm. Gəlib deyir İğrənəm. Şırdan pis dadır aşkım. Şırdan xoşlamıram. Disiplin sevirik. Disiplin deməzdi, biz özümüz səhlənkar olmadığımız üçün qarşı tərəf səhlənkar davrananda biz onu sevmirik. Çünki biz özümüz dəqiq insanlarıq. Qarşı tərəf bizə qarşı səhlənkar olanda onu sevmədiyimiz üçün dalaşırıq. Və kişilərdə belə bir xüsusiyyət var. Qadınlar öz hisslərinə sahib ola bilmirlər, aqressiv davranırlar və aqressiv davrananda düşünürlər ki, mən ancaq səsimi qışqıra-qışqıra çatdıra bilərəm. Və başlayırıq biz qışqırmağa. Kişilər də bic olduqları üçün və əsəblərin sakit tutduqları üçün ona görə yavaş-yavaş danışırlar və biz möhkəm danışanda onlara xoş gəlmir. Bəzisi evdən qaçır, çıxır, gedir sevgilisinin yanına. Bəzisi döyür, bəzisi də boşanır. Deyir, ən böyük biclik düzlükdür. Özünü sevir, nə gözəldir. Allah xoşbaxt eləsin Urka bacıvı. Qız, mən çox yedim bu günlər. Partlayıram, qarnım şişdinə boyda oldu deyə. Mən düşünməzdim. Bax, diqqətlə qulaq asın qızlar. Bax, mənim də uşaqların atası yığıb da məni. Mən düşünməzdim gedənlər bizi sevdikləri üçün qayıdır. And ola Allaha elə bir şey yoxdur. Heç kim sizi sevdiyi üçün qayıtmır. Ya sevgilisindən ayrılıb deyənə sizə geri qayıdır, çünki siz zapas təkərsiniz. Ya ata-anasının təqidi altında sizə qayıdır, çünki əli
bütün işləri ata-anasından keçir, ata-ana əlinə baxan insandır. Nəsə bir pox var ki, qayıdır. Allahımıza and olsun, Allah mənə qənim olsun ki, o sizi sevdiyi üçün geri qayıtmır. Yəni, yadınızda saxlayın, qulağınıza da sırq eləyin, açın. Bilir ki, siz zapas təkərsiniz. Siz nə olsa da onu qəbul edəcəksiniz. Sizdə niyə qayıtmışdı bə? Məndə niyə qayıdacaq bacı? Fikirləşib ki, gələcək, yenə ölmüş Vüsalə müftə yiyəcək. Qabağına pişirib zəhər qoyacaq. O da zəhərlənəcək. Uşaqlar da maşallah indi institut qutarıblar. Şükür Allaha. Yerli yerində. Niyə qayıdacaq? Aha, zapaznoy pakrışka. Düz sözü zaval yoxdur. Yoxsa məni sevdi, qayıtdı, zırt elədi, purt elədi. Allah deyir, zırt sizi sevir, qayıdır. Qayıdıb. Yox, mən qəbul eləyirəm ki, qayıtsın. Mən tüpürdüyümü yalayanlardan deyiləm. Yox, ay bacı, yox. Mənim bir sözüm var. Bir sözüm. Gedin həyətin ortasına, asfalta, tüpürün. Gedin 3 dəqiqə qıraqda qalın. 3 dəqiqə. 1 saat da demirəm, 3 dəqiqə. Qıraqda qalın, 3 dəqiqə. Gör o sizin tüpürdüyünüz tüpürcəyin üstünə neçə nəfər gəlib keçəcək. Sonra da gedin yalayın. Yaxşı? Görüm yalaya bilirsiniz. You speak English. Belə də. Qəbul etsin, o birisini atacaq, gələcək. Mən nə bilim, ay bacı. Mutilşikdir də, kişi mutilşikdir. Ölü geri qayıtmır, my love. Ay sağ ol. Ay sağ ol, başın qurban olsun. Qızlar, mən durmayağa bir dənə bu qapqacağı yığışdırım. Bir 10 dəqiqəyə gələm, yaxşı? Bu xanımın dediyini oxuyum. Qoslar fədakar olur, qarşılıqlı olmasa qabağında durma çox da düz deyirsə.